Bugün Dövlət İmtahan Mərkəzi növbəti imtahanları keçirir. İmtahanlar 11:00-da Bakıda daxil olmaqla müxtəlif şəhərlərdə, həmçinin Naxçıvan Muxtar Respublikasında başlayıb. Əməkdaşımız Toğrul Quluzadə imtahanların gedişatı barədə bizə ətraflı məlumat çatdıracaq. Toğrul, salam, hər vaxtınız xeyir olsun. Söz sizdədir, buyurun. Salam, hər vaxtınız xeyir Günay. Bəli, qeyd etdiyiniz kimi bugün artıq paytaxt Bakı daxil olmaqla 20-dən çox regionda, həmçinin Naxçıvan Muxtar Respublikasında imtahan prosesi keçirilir və sizin də qeyd etdiyiniz kimi imtahan artıq saat 11-dən etibarən başlayıb. Artıq bir saatdan çox müddətdir ki, imtahanlar davam etməkdədir. Biz də elə səhər saatlarından imtahan prosesini izləyən media nümayəndələrindən biri kimi iştirak edirik. Qeyd edək ki, imtahan burada qeyd etdiyimiz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusilə burada qeyd edim ki, əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi keçirilir. Amma bununla da yanaşı digər bir məsələ, xüsusilə 5-ci ixtisas qrupu cari məzunlar üçün əlavə dil və fənn dili imtahanları, eləcə də müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən, yəni bu ilin cari il məzunlarının da bugünkü imtahan prosesində iştirakı həyata keçirilir. Təbii ki, biz indi hazırda imtahan prosesini izlədiyimiz ünvan Yasamal rayonu 60 saylı orta məktəbdir və prosesi izlədiyimiz şəxslər, yəni biz burada prosesi izlədiyimiz müddətdə bu prosesi bizə təqdim edən nümayəndə heyəti və həmçinin ümumi imtahan rəhbəri Mustafa Mustafayev də bizim bələdçimiz oldu, necə deyərlər. İndi oradan bəzi suallarımızı soruşacağıq. Xoş gördük öncə sizi. Mustafa müəllim, imtahan prosesi artıq qeyd etdiyim kimi bir saatdan çox vaxt ki, artıq başlayıb. Proses necə gedir? Yəni bunu bir qısa olaraq məlumat verək. Çox sağ olun. Bildiyiniz kimi bu günləri ali təhsil müəssisələrinin qəbul imtahanının birinci mərhələsi və cari ildə müəyyən səbəblərdən imtahanda iştirak etməyən şagirdlərin yekun attestasiyası imtahanıdır. İmtahan təlimata uyğun olaraq 11:00-da başlamışdır. Bütün zallarda eyni vaxtda imtahanlar başlanmış və hal-hazırki dövrə qədər heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Ümumiyyətlə, ötən illərin məzunları, ümumiyyətlə cari ilin məzunları sayı etibarı ilə üstünlük hansılardadır daha çox? Sağ olun. Üstünlük əsasən əvvəlki buraxılış, əvvəlki illərin məzunlarında üstünlük təşkil edir. Ümumi şəkildə 171 nəfər iştirak etməlidir, lakin 4 nəfər iştirak etmədi bugünkü imtahanımızda. Düzdür, imtahan prosesini biz də izlədik. Hər hansı bir qayda pozuntusu oldu buraxılış zamanı içəri? Yox, həm buraxılış zamanı, həm də imtahanın bu vaxta qədər keçdiyi müddətdə hələlik heç bir qanun pozuntusuna rast gəlinməyib. Təşəkkür edirik. İmtahan davam etməkdə. Uğurlar arzu edirik Mustafa bəy. Və qeyd edək ki, ümumilikdə imtahanın yəni auditoriyası kifayət qədər böyükdür. Bugün 37 mindən çox yəni iştirakçı var və həmçinin qeyd edək ki, bugün diqqət çəkən digər məqamlardan biri də odur ki, xüsusi məhdudiyyəti olan şəxslər də imtahanda iştirak edirlər. Düzdür, bizim iştirak etdiyimiz bu binada həmin şəxslər iştirak etmir, amma həmin şəxslər üçün ayrıca fərdi nəzarətçilər də qeydiyyata alınıb və qeyd edək ki, ümumiyyətlə Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi xarakter alan bu tür imtahanlarda həm nəzarətçilər, həm ümumi imtahan rəhbərləri, həm də mühafizədə duyanan şəxslər bir neçə gün öncədən xüsusi təlimlər keçirilir ki, biz də bir daha qeyd edək ki, media nümayəndəsi olaraq bu prosesi yaxından izlədik və işlərin nə qədər peşəkar formada təqdim edildiyinin şahidi olduq. Yəni Günay, qısacası onu qeyd edək ki, imtahan zamanı zəhmət çəkən bu müddət ərzində hər bir iştirakçıya uğurlar arzulayırıq. Sözü yenidən sizə ötürürük. Buyurun.